Ya Rəbbim, ya İsa Məsih, bu gözəl gündə, sənli həyatda ya Rəbbim, yenə də biz yığışdıq, yenə də biz ya Rəbbim sənin hüzuruna gəldik. Bir yumruq olaraq birləşərək sənin hüzuruna gəldik, Ata Tanrı. Sənin qələbə dolu evladların sənin hüzuruna gəldi. Sənə izzət oxumaq üçün, sənə minnətdarlıq bildirmək üçün. Ya Rəbbim, sənə o qədər minnətdarıq ki, ya İsa Məsih, sən o göylərdən bu yer üzünə endin. Özünü bizə tay elədin, ya Rəbbim. Bizə görə istirab çəkdin, çarmıxa getdin. Bizim günahlarımızı əzzab çəkərək o çarmıxda çəkdin, ya Rəbbim. Və və qələbə qazandın, ya Rəbbim. Ölüm üzərində qələbə qazandın. Günah üzərində qələbə qazandın, ya Rəbbim. Və o qələbənin dadını bizə verdin. Bizə çəkdirdin, ya Rəbbim. O dadı bizə dadmağa imkan verdin, ya Rəbbim. Biz səndə qalibik. Hər gün, hər saniyə, hər dəqiqə. Çünki biz hər bir şeydə sənə güvənirik. Hər bir şeydə, ya Rəbbim, sənə sığınırıq. Sən bizim sipərimizsən. Sən bizim qalxanımızsan. Sən, ya Rəbbim, sənin kəlamın iki ağızlı qılınc kimi bizim həyatımızda səhv nə varsa, hamısını kəsib atır. Biz sənin kəlamına bürünərək, ya Rəbbim, bürünərək sənin surətini alırıq, ya Rəbb. Bunun üçün sənə minnətdarım, Ata Tanrı. Bunun üçün sənə minnətdarım, Ata Tanrı. Sənin o göylər, buludlar üzərində gəlməyini gözləyirik, ya Rəbbim. Hər yeri sənin nurun bürüməyini gözləyirik, ya Rəbbim. Ata Tanrı, səndən istəyib səndən yalvarırıq. Qoy sənin ya Rəbbim qələbəvin oyanışı bizim evlərimizə gəlsin. Hələ ki səni tanımayanların üzərinə gəlsin, ya Rəbbim. Qoy küçələrimiz, evlərimiz, yaxınlarımız, əzizlərimiz, bizim ya Rəbbim, şəhərimiz, dünyamız, ətrafımız ya Rəbbim. Sən bizə bəxş elədin. O bağışlama ruhuyla bürünsün, ya Rəbbim. Məhəbbətinlə bürünsün, ya Rəbbim. Gözəlliyinlə bürünsün, ya Rəbbim. Qələbənə bürünsün, ya Rəbbim, Ata Tanrı. Ya Rəbbim, insanların ürəkləri qəm içində, kədər içində, kimə sığınacaqlarını, kimin yanına gedəcəklərini bilmirlər. Amma bizim sənin kimi atamız var. Bizim sənin kimi dostumuz var. Sənin kimi yol göstərənimiz var. Bizə məsləhət verənimiz var, ya Rəbbim. Biz o qədər bir xoşbəxt evladıq ki, sənin kimi atamız var, ya Rəbbim. Heç vaxtı bizim günahlarımıza görə sən bizə davranmadın. Sən hər zaman, hər halımızla bizi sevdin, ya Rəbbim. Bunun üçün sənə minnətdaram, Ata Tanrı. İnsanlar insanlarla onların görünüşünə görə davranar. Amma sən bizim qəlbimizə görə bizə davrandın, ya Rəbbim. Bizim qəlbimizin ta dərinliyində sənə oxşar, ya Rəbbim, nəsə tapdın. Bizi özünə, ya Rəbbim, özünə yapışdırdın İsa Məsih vasitəsilə. Sən öz ürəyin qapılarını, öz evin qapılarını bizə açdın, ya Rəbbim. Biz buna layiq deyildik. Amma sən bizi buna layiq gördün. Sən bizi sevdin, sən bizi seçdin. Kəlam deyir ki, ta dünya yaranmazdan əvvəl mən olacağımı sən bilirdin. Və sən artıq mənim üzərimə öz möhürünü qoydun. Bunun üçün sənə minnətdaram, Ata Tanrı. Ya Rəbbim, ya Rəbbim, saatlarla mən sənə minnətdarlıq bildirsəm belə, ya Rəbbim, minnətdarlıqlarım bitməz. Sənin mənə verdiyin vədlərin bitməz. Sənin mənim üçün elədiyin möcüzələrin bitməz. Ya Rəbb, ya Rəbb. Sən o qədər, ya Rəbbim, mərhəmət dolusan ki. Sən o qədər gözəlliklər dolusan ki. Sən bunun üçün minnətdaram, ya Rəbbim. Ata Tanrı, hər şey səninlədir və hər şey sənindir.
Biz özümüz özlüyümüzdən bir şey yaratmadıq. Bir şey icad eləmədik. Nəyimiz varsa hər şey səndən gələn bir xeyir duadır. Ya Rəbbim, ya Rəbbim. Sən bizə elə bir səlahiyyət verdin ki, sən dedin dağa dur və dənizə atıl. Sən dedin ki, siz iman eləyib şübhə etməsəniz, zərrəcik olsa imanınız olsa, siz o dağa desəz dur və atıl, o dağ durub və atılacaq dənizə. Hər bir problemimiz, hər bir bizi narahat elədiyimiz, hər bir şey, istər sağlamlıq olsun, istər ev problemləri olsun, istər münasibətlər olsun, istər maliyyə olsun, işsizlik olsun. Sən bizə verdiyin səlahiyyətlə, ya Rəbbim, sənin o uca adınla deyirəm, İsa Məsihin adıyla. Durun və dənizə atılın, İsa Məsihin diri var olan adıyla. Çünki İsa Məsihi çağıran hər kəs həyat mənbəyinə artıq qoşulur. Çünki İsa Məsihdə həyat var. O ölülərə həyat verdi. O cansızları canlandırdı. O xəstələrə şəfa verdi. O şikəstləri ayağa qaldırdı. O Rəbdir və ondan diləyən hər kəs, hər zaman, hər şeyi əldə eləyə bilər. Ya Rəbbim, səndən istəyib səndən diləyirəm. Bu şəfanı sən onların üzərinə axıtdığın üçün sənə minnətdarlığımı bildirirəm. Görünmədiyini görünən kimi, ya Rəbbim, sənə diz çöküb, əllərimi sənə ucaldıb deyirəm, uca Tanrım, uca Atam, sənə bunun üçün minnətdaram. Bütün bağırsaq problemlər artıq bərpa olundu. Böyrək sistemi bərpa olundu. Mədə sistemi bərpa olundu. Ayaqlar artıq ağrımır. Şəkər normallaşır. Təzyiq normallaşır. Ürək ağrıları artıq keçir və ürək bərpa olunur. Çünki o insanların həyatında, onların bədənində İsa Məsihin qanı axır. İsa Məsihin həyat mənbəyi olan suyu axır. İsa Məsihin diri adı ilə, ya Rəbbim, səndən istəyib səndən diləyirəm, ya Rəbbim. Sənin kəlamın həyat verəndir. Qoy o kəlama hər kəs bürünərək o həyat mənbəyinə qoşulsun. O həyatı əldə eləsin. Hər kəsi, ya Rəbbim, hər bir evi sənin hüzuruna qaldıram. Hər bir ailəni sənin hüzuruna qaldıram, ya Rəbbim. Qoy hər bir evdə sənin adın möhürlənsin, ya Rəbbim. Sənin həyatın möhürlənsin, ya Rəbbim. Qoy qaranlıq olan hər bir şey tamamilə o evlərdən yox olsun. İsa Məsihin diri adı ilə sənin, ya Rəbbim, o həyat mənbəyi olan su, qoy o evlərə axsın, ya Rəbbim. Qoy insanların ürəklərinə axsın. Qoy hər kəs səndə dirilsin. Qoy hər kəs səndə bəhrələnsin. Qoy hər kəs səndə cücərsin, böyüsün, ya Rəbbim, bəhrə gətirsin İsa Məsihin diri adı ilə. Qoy sənə gələn hər kəs olduğu kimi qalmasın. Çünki biz, ya Rəbbim, bu dünya kimi qalsaq, biz heç vaxt bəhər gətirə bilmərik. Sənsən, ya Rəbbim, ağac, biz sənə yapışdırılan budaqlarıq, ya Rəbbim. Həyat mənbəyi sənsən. Təməl sənsən, ya Rəbbim. Ya İsa Məsih. Bizi bəhrə gətirən ağaclar elə. Yalvarıram sənə, Ata Tanrı. Qoy bu dünyaya qoşularaq qurumayaq. Amma sənin axar sularının kənarında böyüyən ağaclar kimi daim yamyaşıl olaq. Başqalarına kölgə verən olaq. Bizim vasitəmizlə, ya Rəbbim,
Bizim əllərimizdən, ayaqlarımızdan, gözlərimizdən, qulaqlarımızdan, dilimizdən istifadə eləyərək, ya Rəbbim, insanlara, ya Rəbbim, öz o həyat mənbəyi olan suyu, ya Rəbbim, yetir. Bizi istifadə elə. Bir alət olaraq, ya Rəbbim, qoy bizim günümüz, saatımız boşa keçməsin. Qoy hər bir saniyəmiz, ya Rəbbim, sənin işığını, nurunu gətirsin. İsa Məsihin adıyla, ya Rəbbim. Qoy biz səndə genişlənək, böyüyək. Qoy biz səndə, ya Rəbbim, ucalaq, Ata Tanrı. Qoy biz sənə həqiqətdə və məhəbbətdə səcdə qılan evladlar olaq, izzət verən evladlar olaq, ya Rəbbim. Sən hər şeydən ucasan, ya Rəbbim. Sən bizim həyatımızda birinci yerdəsən. Sən, yenə də sən, ya Rəbbim. Sən mənim hər şeyimsən, ya Rəbbim. Suyumsan, yeməyimsən, görən gözümsən, eşidən qulağımsan, danışan dilimsən. Səndə, ya Rəbbim, sənin ruhunda böyüyərək biz təmizlənirik. Biz böyüyürük ruhən. Hər zaman sənin əlin bizim üzərimizdə olduğun üçün. Hər zaman sən bizimlə danışdığın üçün. Hər zaman, ya Rəbbim, kəlam vasitəsilə bizə düzgün yol göstərdiyin üçün sənə minnətdarıq, Ata Tanrı. Ya Rəbbim, səni tanımayan və yaxud səni tanıyaraq, ya Rəbbim, səndən uzaqlaşan hər bir bacı qardaşı sən hüzuruna qaldırıram, ya Rəbbim. Yalvarıram sənə, Ata Tanrı. Onların ürəklərinə toxun. Onları sənin evinə qaytar, ya Rəbbim. Onlara sənin dadını dadmağa, ya Rəbbim, fürsət yarat. Onlara şans ver, onlar səni tanıya bilsin. Onlar səni, ya Rəbbim, eşidə bilsin, səni görə bilsin. Yalvarıram sənə, ya Rəbbim. Bu gözəllikdən onları məhrum eləmə, ya Rəbbim. Bizim imanımıza görə, ya Rəbbim. Yalvarıram sənə, ya Ata Tanrı. Qoy onların heç biri cəhənnəm oduna düçar olmasın, ya Rəbbim. Amma hər kəs sənin huzurunda diz çökərək, əllərini qaldırıb sənə təslim olsunlar. Sənsən bizim Rəbbim, sənsən bizim xilaskarımız desinlər, ya Rəbb. Ata Tanrı, səndən istəyib səndən yalvarıram. Qoy sənin kəlamın oyanışı, qoy sənin tövbəvin oyanışı onların həyatına gəlsin, ya Rəbbim, ya Rəbbim. Gənc ailələri sən hüzuruna qaldırıram, ya Rəbbim. Dağılmaq üzrə olan və yaxud artıq dağılan, ya Rəbbim. İnsanlar səni tanımır, onlar bu dünya ilə ayaqlaşaraq gəzir, ya Rəbbim. Onlar bu dünyaya, ya Rəbbim, baxaraq eyni hərəkət eləyir. Ya Rəbbim, öz qürurlarını tapdalayıb keçə bilmirlər, ya Rəbbim, bağışla onlara. Evladlar atasız qalır, qadınlar başsız qalır, ya Rəbb, ya İsa Məsih. İblis bunun üçün gəldi, oğramaq üçün, öldürmək üçün, məhv eləmək üçün. Ya Rəbb, hər bir qadına və hər bir kişiyə müdriklük ver. Ümid ver, dözümlük ver, səbir ver, mütülük ver, ya Rəbbim. Hər bir xırda şeyə görə qoy evlərin içində dava dalaş olmasın, söz-söhbət olmasın, anlaşılmamazlıq olmasın, ya Rəbb. Ya Rəbb, Ata Tanrı, yalvarıram sənə, ya Rəbbim. Hər evin yaxşı günü də olur, pis günü də olur, ya Rəbbim. Amma səninlə hər şey keçmək olur. O səhradan keçərək sən bizə vəd elədiklərin, ya Rəbbim, o naz neymətlərə qovuşmaq olur, ya Rəbbim. Yetər ki, mütü olaraq səbr eləyəsən. Qoy hər bir ailənin, ya Rəbbim, mütülüyü evlərində bərqərar olsun, səbirləri evlərində bərqərar olsun, ya Rəbbim.
Ya İsa Məsih, Ata Tanrı, boş şeylərə görə ayrılmasınlar, boş şeylərə görə bir-birinə nifrət eləməsinlər, bir-birini düşmən gözü ilə görməsinlər. Ya Rəbbim, ya Rəbbim, Ata Tanrı, hələ ki ailə qurmayanları, subayları sən hüzuruna qaldırıram. Ya Rəbb, sən bilirsən. Onların ürəklərin istəyini sən bilirsən. Onların arzularını sən görürsən, ya Rəbbim. Hər bir gəncə öz yarım bədənini yetir, ya Rəbbim. Səndən olan yarım bədənini, səni tanıyan yarım bədənini. Qoy onlar bu dünyaya, ya Rəbbim, qovuşub o dünyanın əzabını, o dünyanın qaranlığını öz həyatlarında görməsinlər. Amma qoy səndən olan o yarım bədənlərinə qovuşaraq, ya Rəbbim, səndə böyüsünlər. Əsl məhəbbətin nə olduğunu bir-birini göstərə bilsinlər. Sənin vasitənlə, ya Rəbb, ya İsa Məsih. Əskərlikdə olan hər bir balamızı və yaxud əskərliyə gedən hər bir balamızı sən hüzuruna qaldırıq, ya Rəbbim. Qoy onların üzərində sənin əlin olsun. Sənin müqəddəs ruhun olsun. Onları qorusun, harda olurlarsa olsunlar, hansı vəziyyətdə olurlarsa olsunlar. Ya Rəbbim, sağ-salamat gedib, sağ-salamat gəlsinlər, baş ucalığı ilə. Hər yerdə onları uca elə, ya Rəbb, ya İsa Məsih, Ata Tanrı. Ya Rəbbim, hər bir içkiyə quşulan, siqaret çəkən, zina ilə məşğul olan, pis söyüş söyən hər bir insanı sən hüzuruna qaldırıram, ya Rəbb. Bizim davamız, ya Rəbbim, onlarla deyil. Onları idarə eləyən o natəmiz ruhladır. İsa Məsihin diradı ilə, ya Rəbb, onları o ruhlardan azad elə. Azad elə, ya Rəbbim, onlar özləri əzab çəkirlər. Özləri bunu anlamadan, o natəmiz ruhlar onların həyatını cəhənnəmə döndərir. Burada, hələ bu dünyadaykən. Ya Rəbb, onlara ürəyim ağrıyır, Ata Tanrı. Onları azad elə, ya Rəbb. İsa Məsihin müqəddəs adı ilə onları azad elə. O köləlikdən azad elə, ya Rəbbim. Onlar iblisin oyuncağına çevriliblər. Onları azad elə, ya Rəbb. Onların məhəbbət nə olduğunu, onların əsl ata nəvazişi nə olduğunu onlara göstər. Ya Rəbb, səndən istəyib səndən diləyirəm, Ata Tanrı. Ata Tanrı, hər bir evin təməli məhəbbət olsun. Hər bir qadın, ya Rəbbim, öz həyat yoldaşı ilə xoşbəxt olsun. Bir-birlərinə can deyib can eşitsinlər. Bir-birinə səbirlə davrana bilsinlər. Bir-birini ucalda bilsinlər, ya Rəbbim. Hörmət eləməyə öyrənsinlər, ya Rəbbim. Ev içində hörmət olanda, evin içində, ya Rəbbim, səliqə, səhman, tərbiyə olanda, məhəbbət olanda, ya Rəbbim, o ev daim sevinclə dolar. Sən olan yerdə, ya Rəbbim, o ev daim işıqlanar, daim parlayar. Hər bir kəsdən seçilər. Çünki o evin içərisində, hər bir insanın üzərində o məhəbbət, o işıq, o nur olar, ya Rəbbim. Sənə hər şey üçün minnətdaram, ya Rəbbim, ya İsa Məsih. Qoy sənin xeyir-duan hər bir evin, ya Rəbbim, bəzəyi olsun. Qoy hər bir evin anbarı daim aşıb daşsın. Qoy heç kəs işsiz qalmasın. Amma heç kimi də iş səndən ayırmasın. Ya Rəbbim, hər kəsin ürəyi daim gülsün, daim sevinclə dolsun. Ya Rəbbim, ya İsa Məsih. Sənə minnətdaram, Ata Tanrı. Sən bizdə varsan, sən bizim atamızsan. Bunu qürurla deyirik. Mən sənin evladınam, mən sənin qızınam və mənim sənin kimi atam var.
Bunu gururlanıram ya Rəbbim. Sən mənim sipərimsən. Sən mənim ya Rəbbim. Sığınacağımsan, dağımsan. Sən mənim ya Rəbbim, söykənəcək divarımsan ya Rəbbim. Sənə hər şey üçün minnətdaram Ata Tanrı. Hər şey üçün minnətdaram. Amin.